Namaz qılmaq İslamın 5 vacib əməlindən biridir. Bəli, 5 vacib əməlindən biridir. Yəni bir insan kəlmə-i şahadət gətirib müsəlman olursa, İslam dininə daxil olursa, gündəlik 5 vaxt namaz ona nə olur? Fərz olur, vacib olur. Və necə olur ki, sən özünə müsəlman deyirsən, dinim İslamdır deyirsən, özünü İslam dininə nisbət edirsən, amma İslamın sənə vacib buyurduğu gündəlik 5 vaxt namazı qılmırsan. Hər dəfə azan verilir, namazın vaxtı girir, sən namaz qılmırsan. Yəni namaza çatanda 1000 dənə bəhanə tapırsan, bəhanələr uydurursan. Sabah qılaram, hələ cavanam, biraz keçsin, yaşdaşım, sonra başlayaram namazı qılaram, işlərim yoluna düşsün, qılaram, sabah qılaram deyə ömrünü hədər keçirdirsən. Sanki sabah yaşayacağına dair Allahdan bir söz almısan. Nə bilirsən? Nə qədər insanlar var idi, onlar deyirdilər ki, sabah namaza başlayaram, amma öldülər. Nəsib olmadı. Dünyalarını dəyişdilər.